bağçalarında qeydiyyatın 3-cü mərhələsi başlayıb. Bu mərhələ ümumi qeydiyyatı nəzərdə tutur və o deməkdir ki, yaşayış yerindən asılı olmayaraq 2-6 yaşlı bütün uşaqlar dövlət bağçalarına qeydiyyatdan keçə bilərlər. Qeydiyyat Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyinin internet səhifəsindən aparılır. Qeydiyyat ümumilikdə 3 mərhələdən ibarətdir. İkinci mərhələ dünən başa çatıb və həmin mərhələdə yalnız Tbilisi Bələdiyyəsində qeydiyyatda olan uşaqlar iştirak edə bilirdilər. Birinci mərhələdə isə sosial cəhətdən həssas ailələrin uşaqları, xüsusi təhsil ehtiyacı olan uşaqlar, körpələr evinin benefisiarları, tək valideynli ailələrin uşaqları, çox uşaqlı ailələrin övladları və hərbi qulluqçuların uşaqları qeydiyyatdan keçə bilirdilər. Kutaisi-Icqal-Tubocaqari Lentexi avtomobil yolunun 98-ci kilometrliyində Zaqdilli körpüsü yaxınlığından təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir. Çayın daşması nəticəsində dünən ərazi su altında qalıb. Təhlükəsizlik məqsədi ilə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisə yerində xüsusi texnika səfərbər olunub. Əraziyə Lentexi Bələdiyyəsinin meri və bələdiyyə məclisinin sədri də baxış keçiriblər. Tel-Avivdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri başa çatmaq üzrədir. Selin gətirdiyi palçıq və qalıqlar bir neçə küçədə tam təmizlənib. Çay yatağı boyunca möhkəmləndirmə işləri davam edir. Mühafizə bəndlərinin aparan yol artıq hazırdır. Bəndlərdə toplanmış daş və çınqılın təmizlənməsi isə davam etdirilir. Eyni zamanda aidiyyəti qurumlar zərər görmüş küçə və infrastrukturun bərpası plan üzərindən işləyirlər. Rusiya Ukraynaya qarşı hücumlarını davam etdirir. Ötən gecə Zaporojyeyə edilən hücum nəticəsində 2 nəfər həlak olub, 42 nəfər yaralanıb. Onların arasında 8 uşaq da var. Ukrayna mediasının məlumatına görə hücumlar nəticəsində 5 mərtəbəli yaşayış binasına və çox mərtəbəli binanın bir hissəsinə ciddi ziyan dəyib. Zərbələr idarə olunan aviasiya bombaları ilə endirilib və fərdi yaşayış evlərinə də zərər vurub. Logistika terminallarından birində yanğın baş verib. Şotlandiyanın Aberdi şəhərində sakinləri küçələrdən rəqs edirlər. ABŞ prezidenti Donald Trump sosial şəbəkədə yazıb ki, Böyük Britaniyanın yeni baş naziri Andy Burnham şimal dənizdəki qiymətli neft ehtiyatlarının geniş miqyaslı işlənməsinə başlayacağını açıqlayıb. Trumpın sözlərinə görə bu yataq dünyanın ən zəngin və yüksək keyfiyyətli neft mənbələrindən biridir və ehtiyatları əsrləri kifayət edə bilər. O hesab edir ki, bu resursların ifadəsinin Böyük Britaniyanı yoxsulluqdan çıxararaq dünyanın ən varlı ölkələrindən birinə çevirə bilər. ABŞ lideri həmçinin Böyük Britaniyanın hər il Norveçdə neft almaq üçün milyardlarla dollar xərcləməsini tənqid edir. Kutaisdəki Lado Mesxişvili adına Dövlət Dram Teatrında premyera günləri keçirilir. Teatrın rəhbəri və rejissoru Georgi Tavadze aktyor həyatı ilə birlikdə Akaki Tseretelinin hekayələri arasında hazırlanmış tamaşa üzərindən işləyib. 3 cür sevgi adlı tamaşa sevginin müxalifət yaş dövrlərində və fərqli münasibətlərdə özünü necə göstərdiyini əks etdirir. Tamaşa insanın doğru zamanda və doğru yerdə olmasının əhəmiyyətindən bəhs edir. Bu premyera ilə teatr fəaliyyətinin 165-ci mövsumunda başa vuracaq. İnkişafına böyük töhfə verə və Böyük Britaniyanın dünyanın ən zəngin dövlətlərindən birinə çevirə bilər.